Mən söz tapmıram, bəzi TV kanalları demə. Ayıb olsun sizə. Mən özümü öldürürəm ki, qardaş, mən çöldə qalmışam. Məni çəkib işıqlandıran yoxdur. Gedib biri çadırda yaşayır, müsahibə verir ki, siqaret çəkirəm, içki içirəm, kayf edirəm. Anamı nişanlımla tutdum. Bunu çəkib işıqlandırırsınız. Bütün platforma bununla dağılır. Biri götürür sevgilisini ana-bala əsir saxlayır, kartını, telefonunu, hər şeyini əlindən alır, evdə döyür, onu efirə çıxarırsınız. Hələ bir günahkardır. Onu əməliyyat elətdirirlər, nə bilim şərait yaradırlar ki, yaxşı insanları, o bəzi oğlanları bədbaxt elə. Mən deyirəm ki, bir belə medalla iki qardaş ikimiz də döyüşdə qəhrəmanlıq nümayiş etdirmişik. Sənədlərimiz var, faktlarımız var, sübutlarımız var. Mən çöldə qalmışam, həyatım məhv olubdur. Yəni bu evdə mənim deyil ha. Verilən 80 manatla da bu evi kiraya tutmuşam. Yəni köhnə tikilişli bir evdir, şəraitsiz bir evdir. Zulmla, zillətlə yaşayıram. TV kanalları onları görür, bizi görmür. Niyə? Onlar üz ağlığıdır, biz üz qarasıyıq sizin üçün. Ayıb olsun sizlərə. Mən deyirəm ki, həyatım məhv olub. Mən bir adam yığıb demir ki, qardaş, sən bir efirə çıxardıq. Bəlkə sənin dərdinə bir dərman. Mən heç kimdən hədiyyə nəsə istəmədim. Demədim, mənə ev hədiyyə verin, mənə maşın hədiyyə verin, mənə pul hədiyyə verin. Mən dedim ki, mənə ipoteka ilə zaten ay 300-350 manata bir ev verilsin. Ondakı ödüyüm, işləyim, alnımın tərindən ödüyüm, ev sahibi olum. 5 nəfərlə çöldə qalmışam. Elə ona görə 5 dənə medalla çıxmışam. 6 dənədir. Ona görə 5 dənəsən çıxmışam ki, 5 nəfərlə mən çöldə qalmışam. Ailə tərkibim 5 nəfərdir. 5 nəfərlə mən çöldə qalmışam. Gedin siz onları çıxardın. Onlar üz ağlığıdır. Biz üz qarasıyıq.